şagirdlər, bəzi sözlər var ki, bu sözlər həm amonim kimi işlənir, həm də çox mənalı söz kimi işlənir. Siz çox mənalı sözləri ayırd eləməyiniz üçün orada olan 3 əsas xüsusiyyəti bilməlisiniz. Bu sözlər eyni nitq hissəsinə aid olur, bir tayı həqiqi olur, bir tayı məcazi olur və bu sözlərdə məna yaxınlığı olur. Aynı olur. Amma amonimlər eyni nitq hissəsi ola da bilər, olmaya da bilər. Amonimlərdə məna yaxınlığı olmur. Məsələn, burun deyirəm. Burun insanın burnu. Bu bədənimizin uc hissəsindən çıxan çıxıntıdır, yəni ən uc hissə. Və yaxud da ayaqqabının burnu da deyəndə, ayaqqabının ən uc hissəsi. Görürsünüz, burada insanın burnu ilə ayaqqabının burnu arasında nə var? Bəli, məna yaxınlığı var. Qol və yaxud da ağacın gövdəsindən çıxır qol. Bu olacaq məcazi məna, yoxsa həqiqi məna? Məcazidirsə biz buna çox mənalı deyirik. Bəs futbolda atılan qol həqiqidir, yoxsa məcazi? Həqiqidirsə biz buna nə deyəcəyik? Amonimlər deyəcəyik. Deməli, qolun, ağacın qolu mənasında çox mənalı, amma futboldakı qol mənasında nə olacaq? Amonim olacaq.